Sözlənən, sözdən səs gəlir. Sözlələndə Cəlil Məmmədquluzadənin Köhnə il məqaləsini sənə danışıram. Məqalə 1908-ci ilin 28 dekabr tarixində Molla Nəsrəddin jurnalının 52-ci nömrəsində dərc olunmuşdu. Məqalənin elektron mətni Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından götürülüb. Adətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetələr köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı, yəni baş verən hadisələri bir-bir yazıb oxuculara bildirərlər. Bu adətə biz də əməl edirik. 1908-ci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosna və Hersek vilayətlərini zəbt edib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb və danışdırıb. Həmin 1908-ci ildə İranda Səttərxan baş qaldırıb və Gəncəli Məhəmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin və hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda ancaq Gəncə xanımlarından 6 nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söyləyib və Molla Məyyub 7 yaşında bir qıza kəbin kəsib. Bir nəfər Molla Əliyə verməyi barəsində çox danışıqlar olub. Rus xanımlarının bir parası deyib ki, bunun eybi yoxdur. İslam aləmində iki böyük xeyir iş üz verib. Biri budur ki, Türkiyədə cavan türklər məşrutiyyət elanı eləyiblər. Biri də budur ki, Gəncənin Qazax şəhərində müsəlman uşaqlarına ölü qüslü öyrətmək üçün məscid həyətində qüsulxana açılıb və ölü öləndə məşhur müəllim Kərbəlayı Əli uşaqları başına cəm eləyib onlara dərs öyrədir. Amerikada Taft adında bir şəxs cümhuriyyətlərə rəis seçilib. Həmin 1908-ci il bərəkətli il olub. Dünyanın hər bir yerində yaxşı məhsulat əmələ gəlib. Naxçıvan mahalında çox pambıq olub. Dağıstanın Axtı kəndində müsəlmanlar içində araq və pivə artıq rəvac tapıb. Bakıdan 2000 manat gətiriblər ki, bari heç olmasa bir məktəb açsınlar. Amma İtaliya məmləkətində Messina şəhərində zəlzələ olan kimi Axtıda məktəb pulları birdən yox olub. Musiqi aləmində genə şad xəbərlər eşidilib. Bakıda teatr yazıçılarına müsəlmanlar tərəfindən dünyada misli olmayan hörmətlər göstərilib. Tiflisdə gürcülərin ali bir teatrı başa gəlib və naibin sifarişinə görə Lənkərandan Çorniqoruda 3 mütrüb dəstəsi göndərilib. Bu ilin ab-havası hər yerdə bir cür olub. Bəzi yerdə yağış yağıb, bəzi yerdə qar yağıb. Baharda gah gün çıxıb, hava xoş olub, qışda qar yağıb, hava soyuq olub. Ağdaşda məktəb vəkilləri təzə müəllimə paltar veriblər ki, 1-2 gecə yatsın ki, sonra özünə paltar alsın. Amma naqafil, gecə vaxtı vəkillər birdən gəlib, biçarə müəllimdən paltarı alıb aparıblar. Bu da gedib o gecə hamamda yatıb ki, üşüməsin. Həmin 1908-ci ildə Gəncə şəhərinə təzə konsul varid olub və Mirbağır ağa konsulun qabağına çıxıb və ağa ilə konsul İran məşrutəsi barəsində çox şirin söhbətlər eləyiblər. Bu il Səmərqənddə çox toylar olub və bu toylarda mollalar içki məclisində gözəl nitqlər söyləyiblər. Bu nitqlərin təsirindən Aşqabad cavanları o dərəcədə şəraba məhəbbət yetiriblər ki, şərabı içə-içə stəkanları da ağızlarında sındırıb tikə-tikə eləyiblər. Hələ hirslərinə bax. Noyabr ayının 12-sində Culfanın yanında qaçaqçılar Arazdan keçəndə 14 tay qaçaq malı salıb qaçıblar. Bu malların hamısı İran mətaidir. 2 tay Seyid və Mərsiyaxan əmmaməsi, 1 xurcun təsbih, 1 tay Cəmavi Dəvat kitabı, 1 dəvə yükü talaqqa, 2 tay tiryək və 1 çuval həna.